Evdə istənilən mürəbbəniz varsa, durun elə indicə hazırlayın, çünki çox asan başa gəlir və yumşaq, ləzzətli peçenyalar alınır. Bir ədəd yumurta götürürük, üzərinə 40 qram şəkər tozu, 80 ml qatıq və 1 çay qaşığı dolu qabartma tozu əlavə edib bunları yaxşı-yaxşı qarışdırırıq. Çırpıcı ilə yaxşıca qarışdırıb köpürtdükdən sonra üzərinə 2 xörək qaşığı bitki yağı əlavə edirik və yarım stəkan, yəni 100 qram evdə olan istənilən mürəbbəni əlavə edə bilərsiniz içərisinə. Mən çiyələk mürəbbəsindən istifadə etdim. Əgər dənələri iridirsə mürəbbənin, onda mütləq onun dənələrini bıçaqla xırda-xırda doğrayıb əlavə edirik içərisinə. Mürəbbəni suyu ilə qarışıq mən istifadə etdim və sonda isə unumuzu hissə-hissə əlavə edirik və adi keks xəmiri kimi bir qədər qatı xəmir əldə edirik. İnanın ki, yumuşaq, çox dadlı, tez başa gələn möhtəşəm peçenyalar alınır. Hətta 2 pors, 3 pors birdən hazırlayın, çünki çox bəyənəcəyinizə əminəm. Hətta onu da deyim ki, qarağat, malina mürəbbəsi ilə də rahatlıqla hazırlaya bilərsiniz bu peçenyaları. Xəmir bu cür olmalıdır. Xəmirdən götürürük 1 xörək qaşığı olmaqla digər qaşığın yardımı ilə məsafəli şəkildə listimizə əlavə edirik və hər dəfə əlavə etdikdə 1 xörək qaşığı dolu əlavə edirəm xəmirdən, amma xəmiri əlavə edərkən çalışın üzərindən yasladmayın, elə belə hündür formada qalsın. Sobamızı da əvvəlcədən yandırırıq 180 dərəcəlik sobada. 20-25 dəqiqə müddətində peçenyalarımız bişib hazır olur. Xına kimi qıpqırmızı qızarır və götürürük. Tam soymasını mütləq gözləmək lazımdır. Tam soyduqdan sonra istəsəniz hətta üzərinə şəkər pudrası da səpə bilərsiniz. Yumşaq, dadlı, ləzzətli, möhtəşəm peçenyalar alınır. Məndə bu reseptlə 10 ədəd peçenyalar alındı. Çox bişirmək istəsəniz ərzaqların miqdarını 2 dəfə, 3 dəfə artıraraq hazırlaya bilərsiniz. Hazırlayanlara nuş olsun. Videomuzu bəyənməyi unutmayın. Sağ olun.